Başa düşmürəm. Öz doğma oğlun qala qardaşın oğlunu evləndirmək üçün nə yaman əldən ayaqdan gedirsən, hə? Belə əcəb eləyirəm. Oğlun evlənsin də, qabağını kəsən var. Mənim ağzımı açdırma ya. Qoydun ki, evlənsin. Sevib seçmişdi də birini. Sən bədbəxt elədin mənim balamı. Mən? Əlbəttə sən. Elə ürəyindən keçdi ki, İlqar sənin qardaşın qızını alsın. Nə var, sələm verməklə, özgələrinin qırqızından mis qatmaqla 5-10 manat pulları var. Ona görə də o qızla evlənməyinə mane oldun. Bu Rusla. Hər kimlə. Sevirdilər də bir-birini. Bəsdir da. Bu vaxta qədər dinib danışmamışam demişəm, ayıbdır, qonşular eşidər. İllərlə belə olub, sən də bundan istifadə eləmsən. Bəsdir. Qoymaram, oğlumu da mənim gülmə salasan. Bildin? Əhməd, sənin ürəyində sözlər varmış ha. Neynək? Olsun. O sən, o da oğlun. Hə, nə olub ki? Allahımdan istəyirəm gedib bir Moltanlının qızını alsın. Amma mənə bax, sən də boş oturma. Deyərsən sənə bir dənə matışqa gətirsin. Rəfiqə! Evlənib onu özünə arvad eləyərsən. Yaşayarsınız atam ola bu evdə xoşbəxt. Bu evdə yox, hep harabada, küllükdə. Rəfiqə! Nə nankör adamsın sən. Adam da öz doğma evinə, eşiyinə xaraba deyər. Sən bura ev eşiyi deyirsən. Ev eşiyi deyir bura. Xarabadır bura, xaraba! Vaqif, hara bu? Nə olub? Atamın vəziyyəti pisləşib, Fazilə kimi dayıcan gedirəm. Gedək. Sən hara gördün ki? Cəhənnəmə sonra danışaram, gedək. Gecənin bu vaxtı nə olub uşaqlar? Hara belə? Mahmud əminin vəziyyəti pisləşib, gedirik Fazıl həkimin dalınca. Gəlin otur maşına. Yox, siz narahat olmayın, harası gedirdiniz? Eşidirəm, gəlin otur maşına. Cavid nə tez yatır? Neyləsin? Bütün günü topla oynayır. Evə də elə yorğun gəlir ki, elə bir kişinin oğlu daş daşıyıb. Gələn kimi də yeməyini yedi, divanda uzandı, güya televizora baxır. Bir də baxıram ki, yatıb. Güclə salmışam yerinə. Deyir, dədəmi gözləyirəm. Tatarcıqda Nurəddin adında İşlərin necədir? Onun da 10 yaşında Əhməd işdir ha. 6 yaşında Biraz Mələkə adlı bir qızı materiallarla problemimiz var. Deyirəm, əvvəllər Rusiyadan vaqon-vaqon taxta şalban alardıq. Həmin il İndi elə bil olduğundan daha Sovet hökuməti yoxdur. çox çəkmədi ki, Orada burada da belə danışarsan birdən. payızda Nurəddin arabası Sovetin dərdi sənə qalmayıb ki. kirayəçiliyə getdi. Atalar demiş, Orada qazandığı ellə gələn toy bayramdır. bir Palaza bürün, ellə sürün. ailəsi də bununla güzəran. Deyirəm, ay Sara. Əhməd kənd Bircə bilsəydim bu məsələ hansı atadır. Tutardım yaxasından deyərdim, hə, yekək kişisən. Ancaq bir həftə idi ki, atalarından məktub almırdı. Xəbəri yox. Xeyr eləsin. Xədicə bərk qorxdu. Evdə pul və çörək də tükənmişdi. Ramiz Şirəliyev, Bəli, mənlə getməlisən. xeyr ola. Gedək şöbədə aydınlaşdıraq. Helicəyimi götürüm gəlirəm. Tezin.
Yoldaşa baxırız. Hə. Nə olub ki? Ay kişi. Bizdə bütün söhbətlər şöbədə həll olunur. Gedək bir oturaq. Bəlkə problemin yoxdursa, olmasa mən şəxsən özüm gətirəcəm sahibi. Yaxşı? Həkim, bu Mahmud əminin dərdi nədir? Bəlkə Bakıya Mahmud əminin ürəyidir. Vallahi elə bir infarkt keçirdi ki, o infarktdan ayılmaq Allah bağışladı onu sizə. İndi də ki, xəstə ürəkdir də, baxmır sizə. Müalicələrini almır. Deyirsiniz Bakıya aparaq. Bakıya aparmağın da elə bir əhəmiyyəti yoxdur. Elə bizim xəstəxanada yatsa da o müalicəsini alar. Ancaq onu yola gətirmək lazımdır ki, ayağını evdən kənara qoysun. Gəlsin, yatsın xəstəxanada ki, müalicəsini alsın. Sən kişini dilə tut. Denəl evlə xəstəxana bir deyil, yaxşı? Yaxşı, qalmayın, gelin. Allah sizdən razı olsun. Sağ ol. Mahmud əmiyə salam deyin. Gedin, tez. Ramiz Qoduq Abaxeysin maşınında nə gəzir? Axşamınız xeyir hakim. Axşamı xeyir. Səni bura kim gətirib? Faiq müəllim.